bütün dərman maddələrini orqanizmə qəbul etməzdən əvvəl istər tablet forması olsun, istər inyeksiya, yəni iynə forması olsun, onun heç bir fərqi yoxdur. Mütləq bilmək lazımdır ki, dəqiqləşdirmək lazımdır ki, orqanizmin həmin dərman maddəsinə hər hansı bir allergik reaksiyası varmı, yoxmu? Niyə? Çünki hətta çox zərərsiz görünən və milyonlarla adamın üzərində test edilmiş, yoxlanılmış o vitamin C, askorbinova kislota belə çox ağır allergik reaksiyalar göstərə bilər və mən özüm şahid olmuşam ki, vitamin C-dən bir xanımda necə güclü allergik reaksiya yaranmışdı. Özü də ilk gün yox, ikinci gün vurulanda. Yəni düzdür, belə allergik reaksiyaların qarşısını almaq üçün onlarda ilk dəfə prob üçün həmin dərman maddəsini istifadə edirlər, amma bəzən olur ki, ilk dəfədən yox, ikinci, üçüncü dəfədə dərman maddəsinə olan allergik reaksiya özünü göstərir. Ona görə də heç vaxt öz başına, öz-özünə həkimlik eləyib iynə dərman vurmaq lazım deyil. Əgər tibb bacısı da ixtisaslı tibb bacısıdırsa, xəstəyə nəzarət eləməlidir iynəni vuran zaman ki, hər hansı bir ağırlaşma zamanı öz bildiyi şəkildə, yəni həmin dərmana uyğun, həmin vəziyyətə uyğun şəkildə ilk tibbi yardımı göstərsin. Xəstəni vəziyyətdən çıxartsın. Yoxsa evdə öz-özlərinə iynə vuranda vəziyyət çox pis ola bilər bir dəfə.